Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Mən sizə indiyə qədər keçirilmiş MİQ imtahanında düşmüş ən çətin kəsr məsələsinin ətraflı izahını təqdim eləyəcəm. Məsələmizi oxuyaq. 4 otaqlı mənzilin ümumi sahəsi 140 kvadrat metrdir. Qeyri-yaşayış sahəsi mənzilin 5də 1 hissəsini təşkil edir. Birinci otaq qeyri-yaşayış sahəsinin 4də 3 hissəsini, ikinci otağın isə 5də 3 hissəsini təşkil edir. Üçüncü otağın sahəsi isə 4-cü otağın sahəsindən 2 kvadrat metr kiçikdirsə, 4-cü otağın sahəsini tapın. Məsələni çətinləşdirən nədir? Yəni ibtidai sinif müəllimləri üçün şərtin çoxluğu və qarışıq olması. Əvvəlcə baxaq. Bizdə 4 otaqdan söhbət gedir. Birinci otaq, ikinci otaq, üçüncü otaq, dördüncü otaq və diqqətli olsaq görək ki, qeyri-yaşayış sahəsi də var. Burada yazıram qeyri-yaşayış. Baş hərflərini yazdım. İndi konkret olaraq görək nə var bizdə? Nəydən, hardan giriş eləyə bilərik? Yazılıb ki, qeyri-yaşayış sahəsi mənzilin 5də 1 hissəsini təşkil edir. Mənzilimizin sahəsi 140-dır. 140-ın 5də 1-ni taparım. 140-ı 5-ə bölüb 1-ə vurarıq. Bu eləyər 28 kvadrat metr. Aha, bununla işimiz bitdi. Keçirik indi birinci otağa. Birinci otaq qeyri-yaşayış sahəsinin 4də 3 hissəsini təşkil edir. Qeyri-yaşayış sahəsi 28-dir. 28-in 4də 3-ünü tapıram. Bu da ədədin hissəsinin tapılmasıdır. 28-i 4-ə bölüb 3-ə vuracağıq. 7 dəfədə 3, 21 kvadrat metr. İndi baxaq. İndi diqqət edəcəyimiz məqam nədir? Ən məsələn, kulminasiya hissəsi buradır. İkinci otağın isə 5də 3 hissəsini. Birinci otaq qeyri-yaşayış sahəsinin 4də 3-ünü, ikinci otağın 5də 3 hissəsini. Birinci otaqda tapılanda ədədin hissəsini tapırıq. Rahat, 28-in 4də 3-ünü. Amma ikinci otaqda hissəsinə görə ədədin tapılması. İndi bizdə ikinci otaq nə qədərdir ki, bunun 5də 3 hissəsi 21 eləyir? Hissəsinə görə ədədin tapılması. Yəni 5də 3 hissəsi 21 olan ədəd. Bu da hissəsinə görə ədədin tapılmasıydı. Burada nə edirdik? Ədədi hissə göstərən ədədə bölürdük. Yəni nə qədər olub ki, bunun 5də 3 hissəsi 21 eləyir? 21-i böləcəksən 5də 3-ə. Yəni 21 bölünsün 5də 3. 21 də 5də 3-ə böləndə tərsinə vuracaqsan. 21 vurulsun 3də 5. 3-ə bölürük. 5'ə vururuq, elədi 35 kvadrat metr. Bunu da tapdıq. Sonra 3-cü otağın sahəsi isə 4-cü otağın sahəsindən 2 kvadrat metr kiçikdir. 3-cü otağın sahəsi o zaman sadə bir tənlik quracağıq. 3-cü otağın sahəsi x-dirsə, 4-cü otağın sahəsi x üstəgələk 2-dir. Yəni bundan 2 kiçikdir və ya 4 3-dən 2 böyükdür. Əla, hər bir şey hazırdır. Birinci otağın sahəsi, ikinci otağın sahəsi, 3 və 4-ün sahəsi məhsul olsa da 3 və 4-ün də sahəsini bilirik və qeyri-yaşayış. Bunların hamısını toplayıb ümumi otağın, mənzilin sahəsinə bərabər edirik, yəni 140-a və tənliyimizi həll edirik. Birinci otağın sahəsi 21, ikinci otağın sahəsi 35, üçüncü otağın sahəsi x, dördüncü otağın sahəsi x üstəgələk 2, qeyri-yaşayış sahəsi üstəgələk 28 bərabərdir 140. Toplasaq, buradan alarıq x, 2x üstəgələk 28 ilə 2, 30, 30 ilə 35 eləyir 65, yəni 30 ilə 35, 65, 65-in üzərinə 21 gələndə 86 bərabərdir 140, 140. Buradan da 2x-imiz bərabərdir 86 keçər 140-dan çıxırlar, nə qədər qalar? Ondan altını çıxanda 4, burada da qaldı 13, 54, x də bərabərdir 27. X 27 tapdıq. 3-cü otağın sahəsi 27-dir. Amma bizdən 4-cü otağın sahəsini soruşur. 4-cü otağın sahəsi də x üstəgələk 2-dir. 27-nin də 27 üzərinə gəlinsin 2 bərabər 29 kvadrat metr. Doğru cavab D variantı. Sağ olun müəllimlər, hər birinizə uğurlar arzulayıram.